В Bu этих статьях məqalələrdə qrup о haqqında çox группе очень danışılır, много xüsusilə говорится də о важности yoldaşların əhəmiyyətindən. товарищей. Что имеет в виду Рабаш Rabaş под yoldaşlar словом sözü ilə nəyi nəzərdə tutur? товарищи? Niyə bu Почему это anlayış такое belə основное əsaslı bir понятие? anlayışdır? Он говорит, что tот, кто O хочет deyir ki, прийти kim к yaradana Творцу, çatmaq istəyirsə, yalnız oxşarlıq vasitəsilə çatıla bilər. поскольку достичь Творца Xüsusiyyətlər можно üzrə только с помощью oxşarlıq bu bizim подобия. dünyamızda hiss Подобие по etdiyimiz şeydir свойствам, то, что мы чувствуем в нашем мире. А внешние və явления, bizdə которые mövcud olan имеются xarici в нас, это təzahürlər называется hiss законом edənlə hiss подобия, olunan свойств arasındakı между ощущающим и xüsusiyyətlərdəki ощущаемым. oxşarlıq qanunu adlanır. Tворец не Yaradan hiss olunmur, çünki ощущается, bizdə onun потому что malik нет в olduğu нас тех свойств, xüsusiyyətlər которые есть в yoxdur нем, и поэтому мы его не və buna чувствуем. görə də biz onu hiss Мы должны etmirik. включить в себя Biz эти bu свойства. xüsusiyyətləri Мы özümüzə должны daxil развить в etməliyik. себе Biz те yaradanda olan свойства, которые xüsusiyyətləri есть в özümüzdə Творце. inkişaf И etdirməliyik. тогда по мере Və bu нашего istiqamətdə продвижения в этом irəlilədikcə biz мы onu сможем aşkar его edib раскрыть hiss и edə почувствовать. biləcəyik. Каких Yaradanı свойств aşkar нам не etməyə достает для başlamaq того, чтобы üçün начать bizdə раскрывать hansı Творца? xüsusiyyətlər çatışmır? Rabaş bunu Так belə это izah то edir. именно Bu, bəxş etmə xüsusiyyətidir, это то, vermək что объясняет xüsusiyyətidir, нам Рабаш. birləşmə, aramızda Свойства yaxınlaşmaq отдачи, xüsusiyyətidir свойства və bütün bunlar bizim объединения, eqoizmimizin сближения между üzərindədir. нами, и все это Biz над bir-birimizə нашим nə qədər daha эгоизмом. yaxın olmalı, məhz Насколько bizdə мы olan должны быть təbii все itələmə более qüvvələrinə близки друг к другу, baxmayaraq, именно несмотря eqoizmimizə на baxmayaraq, естественные силы bir-birimizlə отражения, necə birləşə присутствующие в нас, bilərik? несмотря на наш O izah эгоизм, edir ki, как мы можем aramızdakı bu объединиться между ayrılıq, собой. Он parçalanma объяснил, как sisteminin выстроить üzərində систему sevgi связи və над birləşmə системой sistemini qurmaq olar отторжения, və разрыва, bu которая bizim существует aramızda между mövcud нами, olan выстроить egoizm систему və любви, itələmə объединения sisteminin над системой üzərindədir. отторжения Əgər и biz bu эгоизма, uğura которая nail существует olsaq, bu между ölçüdə нами. biz И ali если мы qüvvəni добиваемся в этом aşkar успеха, etməyə мы в этой мере başlayırıq, начинаем hansı раскрывать ki, высшую силу, birləşmə və которая sevgi всецело içində объединение и любовь. mövcuddur.